Bu ilin aprel ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzla çalışan işçilərin sayı 1.797.6 min nəfər olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzla çalışan işçilərin 869.5 min nəfəri dövlət sektorunda, 928.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzla çalışan işçilərin sayı 1.808.5 min nəfər olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 3 ayında muzla çalışan işçilərin sayı 10.9 min nəfər azalıb. Bu ilin ilk rübündə dövlət sektorunda işləyənlərin sayı 3.7 min nəfər artıb. Qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 14.1 min nəfər azalıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən etibarən qeyri-dövlət sektorunda çalışan muzlu işçilər də gəlir vergisinə cəlb olunublar. Özəl sektorda çalışan muzlu işçilərdən gəlir vergisinin alınmadığı 2025-ci ildə işçilərin sayı 46.5 min nəfər artıb. Qeyd edək ki, son 10 ildə Azərbaycanda muzla çalışan işçilərin sayı bu şəkildə olub.